Azərbaycanlı jurnalist Elşad Eyvazlının yazısını oxuyuram. Sona qədər dinləyin. Dünyanın ən gözəl kəndi. Bəlkə də bu sözlər sizə doğulduğunuz yeri xatırladacaq. Bu hissi yaşamaq hər kəsin haqqıdır. Amma gəlin bir də bu fikirləri sona qədər dinləyin. Dinləyin ki, dünyanın ən gözəl kəndini tanıyasınız. Adını, harada yerləşdiyini biləsiniz. Cəmi 120 evi olan bir kənd. Dörd tərəfini dağlar hasara alıb. Dörd tərəfdə də dağların ətəyi meşədir. Meşənin qucağında cəmi 120 evi olan bir kənd. Dağlardan, dərələrdən axıb gələn bulaqlar çay olub kəndin ortasından keçir. Onu ikiyə bölür. Meşələrdə hər cür ağac görə bilərsən. Meyvə ağacı, müalicəvi ağac, yaban ağacı. İlin bütün fəsillərində meşələrdən quş səsi eşidilir. Bəzən sevincdən cəhcəh vuran səs, bəzən də təhlükəni xəbər verən nida. Bu meşələrdə vəhşi heyvanlar da az deyil. Kəndin hər daşının, hər ağacının altından bir bulaq çıxır. Hər bulağın da öz adı, öz dadı, öz zümzüməsi var. Sarı bulaq, göy bulaq, gur bulaq, Ələsgərli bulağı, qonşu bulaq, Küsəyən bulaq, soyuq bulaq, böyük bulaq, dərman bulaq. Bulaqların ətrafında yarpız ətri insanı məst edir. Lilpar gözəlliyi göz qamaşdırır. Səhənglə suya gələn qız gəlinlər bulaqlara ayrı bəzək verir. Onların arasında ürkəyi də var. Ceyran kimi hövləng ora-bura baxanı da, cəsarətlisi də. O bulaqlar həm də sevgililərin baxışdığı məkandır. Meşələrin üstündə dağlar boylanır. O dağların hər qarışında 100 rəngdə, 100 adda gül, çiçək naz edir. Dəniz kimi yellənir. Çəmənliklərdə hər otun bir şəfası var. Kəkliyotu qayalarda dua kimi açır. Orada buludlar dağlardan aşağı olur. O kənddə yaz da gözəldir, yay da, payız da, qış da. Sanki fəsillərin gözəllikləri bir-biri ilə bəhsə girir. Elə bil Allah dünyanı yaradanda bütün gözəllikləri yığıb bu kəndin üstünə səpib. Bu gözəlliklərdən doymaq olmur. Gecələr ulduzların sıxlığından göy üzünü görmək mümkün deyil. Və bu gözəlliklərin içində cəmi 120 ev. Kənddə heç bir evin hasarı yoxdur. Qapılar qıfılsızdır. Evləri kənd adamları öz əlləri ilə tikir. Bir ev tikiləndə bütün qonum-qonşular yığışır. Biri daş daşıyır, biri palçıq qarışdırır, biri yemək bişirir. Ustaya nəmər verirlər. Ev sahibinə kömək edirlər. Ev hazır olanda hamı ev görməyə gedir. Hər kəsin də əlində bir pay, dilində bir xeyir-dua. Burada ev çörək kimi, torpaq kimi müqəddəsdir. Bu kəndin adamları paylaşmağı, bölüşməyi bacarır. Çörəyi də, sevinci də, dərdi də, toyu da, yası da. Hər ev bir ünvandır. Bilirsən, həkim kimdir, dərman kimdir, kimdən borc almaq olar, kim dua oxuyar. Burada əl tutmaq, kömək etmək var. Bunu etməyənə pis baxırlar. Ağsaqqal bu kəndin nurudur. Onu hamı sayır, dil bilməz uşaq da, göylərlə əlləşən dəli də. Uşaqlara qayğı, keş, ilğım, sevgi ilə baxırlar. Ən dəcəlinə də, ən sakitini də əzizləyirlər. Baba, nənə varlığı bu kəndin yaraşığıdır. Kənddə hamı onları xeyir-dua yeri bilir. Hər adamın öz həyat düzəni var. Hər kəs dolanışığını bir cür tapır. Çoban öz qoyun sürüsü ilə, arıçısı öz arısı ilə, bağbanı öz ağaçları ilə, müəllim öz şagirdləri ilə xoşbəxtdir. Həyat bu kənddə əziyyətlidir, amma çox mənalıdır. Saflıq, dürüstlük bu kənddə yaşayanların xarakterləridir. Xarakterləri yaşadıkları yerin təbiəti kimidir. Çox sərtdilər, amma təmiz və dürüstlülər, inanırlar, güvənirlər. Bir toy olanda kənd elliklə, evliliklə, sevinclə dolur. Mağarı qonum-qonşu qurur, içini qızlar bəzəyir. Toy sahibinin işi ancaq baxmaq, sevincini paylaşmaq olur. Hamı gülür, oynayır, sevinir. Kişiləri ayrı, qadınları ayrı yeyir. Rəqs yerində bəzən hamı bir yerə toplaşır. Bəli, bir toy bütün kəndin toyudur. Bayramı hamı bir yerdə yaşayır. Yas olanda kənd elliklə, evliliklə yasa batır.
Radio, televizor söndürülür, pəncərələrə pərdə çəkilir, hamı hüzrə qoşulur. Bayramlarda tonqal yandırılmır. Ta yaz sahibi icazə verənə qədər gözləyirlər. Kəndin hər bir sakini yaz yükünə əl atır. Biri işi, biri yükü paylaşır. Yaz sahibinin dərdinə şərik olur. Sevmək də başqadır bu kənddə. Bir-birini dəlcəsin sevənlər qarşılaşanda nəfəsləri tutulur, dilləri topuq çalır, lalə kimi qızarırlar. Elçilik böyük bir mərasim, sanki tarixlərdən süzülən bir hekayənin davamıdır. Boşanma adı eşidən olmayıb. Kimsə kiməsə əyri baxmır. Çünki kəndin gözü var. Kəndin bu gözü hər zaman kəndin namusunun üstündədir. Bir nəfərin namusu bütün kəndin namusudur. Hamilə gəlinlər müqəddəs sayılır. Hamı onlardan, onlar da hamıdan utanır. Ən dadlı yeməklər qonum-qonşu hamilə gəlinlərə göndərir. Qadınların qeybəti, kişilərin söhbəti bir başqadır. Dünya siyasətində çox maraqlı yorum verirlər. Uşaqlar böyüklərdən həya edir, onları görən kimi papaqlarını çıxarırlar. Bütün bunlar meşənin qucağında xoşbəxt bir kəndin gerçəkliyidir. Nağıl deyil. Bu kənd bizim kənddir. Bu kənd dünyanın ən gözəl kəndidir. Ermənistan işğal edənə qədər belə idi bizim kənd. 30 il işğalda qaldı. Gedə bilmədik, görə bilmədik. Yaddaşımızdakı kəndimizlə yaşadıq. İndi kəndimiz azaddır. Mən tez-tez gedirəm ora. Niyə getdiyimi bəzən özüm də bilmirəm. Çəkən qüvvə var, bildiyim tək odur. Düşünürəm bəzən güc almağa, bəzən özümü tapmağa, bəzən uşaqlığımı görməyə, bəzən də ürəyimi boşaltmağa gedirəm. Hər dəfə bir səbəblə, bir bəhanə ilə gedirəm. Bunu özüm də bilirəm. Amma eyni hisslə gedirəm. Bir niskillə geri dönürəm. Çünki artıq orada sizə nəql etdiyim heç nə yoxdur. Qohum yoxdur, qonşu yoxdur, ev yoxdur. Qəbir yoxdur. Hamısının külə dönmüş yeri var. Təsəllim budur ki, bura bizim kəndidir deyə bilirəm. Bura bizim kəndin qəbirstanlığıdır deyə bilirəm. Amma başını daldalamağa bir uçuq ev, üstündə ağlamağa bir qəbir tapmıram. Burada uşaqlığım keçib deyirəm. Amma bunu sübut etməyə bir daş, bir dost, bir səs yoxdur. Elə bil təbiət də dəyişib. Dağ da, daş da, su da, hava da əvvəlki deyil. Sən demək kəndi kəndidən daş deyil, insan imiş. İndi o insanlar yoxdur. Bunları bilə-bilə mən hər dəfə kəndə gedəndə ürəyimdə o köhnə kəndə aparıram. O səsli, o təmiz, o sevinç dolu kəndlə yol yoldaş oluram. Gerçəkliyi bilirəm. Amma yenə də nə sirdisə özlüyümdə işğaldan əvvəlki kəndə gedirəm. Mənim üçün Sarıdaş hələ də dünyanın ən gözəl kəndidir. İndi orada nə bir ev var, nə bir qəbir, nə bir adam. Onlardan geri qalan yanmış evlərin külü, dağıdılmış məzarların baş daşlarının qırıntıları, o torpa, hər biri mənim yaddaşımdadır. O kənd yandırılmış evləri, dağıdılmış qəbirləri ilə yenə dünyanın ən gözəl kəndidir. O kənd 1993-cü ildə Ermənistanın işğal edib viran qoyduğu Kəlbəcərin Sarıdaş kəndidir. O kənd 2020-ci ildə Azərbaycanın azad etdiyi Sarıdaş kəndidir. O kənd dünyanın ən gözəl kəndidir.